Mən Aydınov Səfirəddin Əsədoğlu, 1963 təvəllüdlüyəm. Qaracəndə kəndində anadan olmuşam. 8-ci sinifə qədər məktəbdə oxumuşam kənddə. Ondan sonra 1988-ci ildə zəlzələdə biz köçün eləmişik Gəncə şəhərinə. Tayfamız Aydınovlardandır. Kulağıma seda gelip dostum, doldurdum eller beni gözleyir. Laylasına mışıl mışıl yattığım ninni diyen diller beni gözleyir. Ninni diyen diller beni gözleyir. Laylasına mışıl mışıl yattığım ninni diyen diller beni gözleyir. Ninni diyen diller beni gözleyir. Atamın adı Əsəb, anamın adı Gülxanım, dayımın adı Əbdurrahman. Yani babamın adı Muxtar olub, nənəmin adı Naxçanım olub. Yani biz bu soyun adamlarıyıq. Bizim kəndimiz böyük kənd olub, kəndlərin içində böyük kəndlərdən də biri bu olub. Bizim kənddə maldarlıq idi, əkinçilik idi. Yani bu işlərlə biz işləyirdik, əqüzələrimizi yığıb dolanırdıq. Bizim kəndimiz 300 təsərrüfatdan ibarət idi. Bizim kəndimiz elə türklərdən ibarət idi. Mənim özüm salxozda çaxçı işləmişəm. Zəhmətlə dolanan bir insan olmuşam. Kəndimizdə 3 dənə mağaza var idi. Birini vermək idi, 2 dənə də büfet idi. Birini mənim atamın idi, evində idi. 2 dənəsi də adi idi. Yəni belə bunlarla dolanırdıq, yaşayırdıq. 1988-ci ildə köçmüşük, gəlib Gəncə şəhəri məskunlaşmışıq. Hal-hazırda mənim özüm Gəncə şəhərində usta işləyirəm. 3 övladım var. 2 övladım biri işləyir, o birləri də hələ işləmirlər. Belədən əliyib. Biz hal-hazırda Gəncə şəhərində Amasya rayonundan bizim Amasya cəmaatı çoxdur. Ben Allah'tan arz edirəm ki, gün o gün olsun ki, biz öz yeniden Qərbi Azərbaycana qaydaq, öz yurdumuza, yuvamıza, dədə-baba yurdumuza qaydaq, orada yaşamamızı arz edirəm. Sülh olsun, əmin-amanlıq olsun ki, yani biz yeniden qaydaq öz ata-baba yurdumuza. Ben aşıram ümmüdümü üzmerem. Ben aşıram ümmüdümü üzmerem. Ömür yeter ya da yetmez bilmerem. Ah babanı görmeyince ölmerem. Ora giden yollar beni gözleyir. Kuzu kendiler beni gözleyir. Ah babanı görmeyince